Qardaş soruşur ki, bəzən olur ki, insanların belə deyək də, baxırsan ki, bir müddət bundan öncə ibadət üzərində idi, itaat üzərində idi, insanlara yaxşılıqları əmr edib, pisliklərdən çəkindirirdi. Bu günləri görürük ki, həmin insanlar, Allah korusun, tamamilə dəyişiblər, ibadətlərdən uzaq düşüblər, itaətlərdən uzaq düşüblər və şərii əhkamları inkar edirlər, Allah korusun. Allah bu cürə hala düşməkdən qorusun. İlk olaraq, subhanallah, bilmək lazımdır ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, qəlblər Allahın iki barmağı arasındadır. Allah istədiyi şəkildə, istədiyi yerə çevirir, subhanahu teala. Ona görə qəlblərin sabit qalması üçün Allaha dua etmək lazım. Ya muqallibəl qulubi, səbbit qalbi alə dinik. Bu duanı çoğaltmaq lazım, vallahi. Gecə gündüz. Ənəs bin Məlik deyir ki, radiyallahu anhu, kənən Nəbiyyu sallallahu aleyhi ve sellem yuksiru hədə dua. Peyğəmbər sallallahu aleyhi ve sellem bu duanı çoxaldardı. Ya muqallibəl qulub. Ey qəlbləri çevirən Allah, fikir versəyiz. Qəlbimi din üzərində sabit et. Ona görə Allahdan gecə gündüz Allahdan istəmək lazımdır ki, Allahım qəlbimi din üzərində sabit et. Din üzərində sabit et. Sonra yadıma bir şey düşdü, barakallahu fikum. Şeyx İbn Hüseymin rahimehullah Qavaidul Musla kitabında bu məsələ ilə bağlı gözəl bir xatırlatma edir. Və bir səhifədən çox danışır burada, rahimehullah. Deyir ki, Allah qullarına qarşı zülmkar deyil. Allah qullarına qarşı zülmkar deyil. Bu ola bilməz, mümkün deyil. Allah subhanahu teala'nın nə qədər ayətləri var, nə qədər qudüs hədislər var ki, Allahın adil olması haqqında. Adillik zülmün nə idi? Əksidir. Peyğəmbər sallallahu aleyhi ve sellem öz Rəbbindən, Əbu Hüreyrə radiyallahu anhu, Peyğəmbər də öz Rəbbindən qudüs hədisi rəvayət edir ki, hədis uzun hədisdir. Neçə dəfə orada ey qullarım, ey qullarım, ey qullarım, bir neçə tövsiyələri var Allahın subhanahu teala. Və hədisdə, qudüs hədisdə başlayanda deyir ki, mən zülümü deyir, öz nəfsimə haram etdim. Və cəaltu beynəkum muharrama. Sizin aranızda da nədir? Bunu haram etdim. Fələ tazələmu. Bir-birinizə zülüm eləməyin. İnni harramtu zulm alə nəfsi. Allah subhanahu teala deyir ki, öz nəfsimə zülmü haram etdim. Deməli nədir? Zülm Allahın sifəti deyil, subhanahu teala. Həşə. İnnallâhə lə yazlimun nəsə şeyə. Fikir verin. Allah insanlara zülm etməz. Və ləkinnə nəsə ənfusəhum yazlimun. Lakin insanlar özlərinə zülm edirlər. İnsanlar özlərinə zülm edirlər, Allah qorusun. Bunu nəyə görə gətirəm? Şeyx orada deyir ki, rahiməhullah, hətta bir ayəni gətirir, Saf surəsində səhv eləmirəmsə, fələmmə zəğu əzəğallahu qulubəhum. Elə ki, deyir, onlar deyir, azğınlığı seçdilər, Allah da deyir, onları azdırdı. Azğınlığını artırdı, subhanahu teala. Yəni, Allah qorusun, o insanlar ki, bu hala düşüblər, Allah bizim qəlblərimizi qorusun, ilk olaraq. Əvvəllərdən şeyx deyir ki, onların deyir, qəlblərində nəylərsə var imiş, deyir. Ya paxıllıq, ya həsəd, ya kin, nəylərsə var imiş, deyir, o qəlblərdə. Səlim qəlblər deyilmiş, belə deyək də. Onlar, belə deyək ki, hansı ki, o vaxtlar var ki, onlar o ibadətlər üzərində, itaətlər üzərində elə o vaxtdan problemlər var imiş. Ya gizlədirmişlər, Allah qorusun. Ya nifaq var imiş. Ya nəsə problemlər var imiş qəlbdə. Sonradan da nədir? İzhar olub bu. Layiq olmayıb, belə deyək də. Allah bizim qəlblərimizi qorusun. Allah bizim qəlblərimizi qorusun. Həqiqətən, subhanallah, bu məsələ olduqca mühüm məsələlərdəndir. Qəlblər üçün Allaha dua etmək. Allahım, qəlblərimizi sabit elə, ya Rabbi. Allah qorusun. O insanların qəlbləri nədir? İçində həsəd olub, içində nəylərsə olub, Allah bilir. Ən çox da bu nəyə aparır insanı? Şeyx elə orada danışır, rahiməhullah, ixlassızlığa, subhanallah. İxlasın olmağa. Həqiqətən, subhanallah, bu məsələ o qədər mühüm məsələlərdəndir. İxlas məsələləri, la ilə illallah. İxlas. Bütün bağlı qapıların asardı Allahın izni ilə. İxlas məsələləri. Yəni, əməllər Allah üçün olmur. Sonra yadıma salarsınız, barakallahu fikum, bundan sonraki mövzu, günahlar yadıma salarsınız, bu yaddan çıxmasın. İxlasdan sonra. Sonradan nədir? Allah üçün olmur, bir gün bir uza verir. Bir uza verir ki, subhanallah, belə deyək də, insan nə qədər, yəni, alimlərdən biri var, unuttum adını, subhanallah, rahiməhullah.
Deyir ki, biz deyir, elmə başlayanda, elm öyrənəndə deyir. Bir müddət deyir, elə biz deyir, ilk başlayanda Allah üçün başlamamışdıq. Görürsünüz, ilk başlayanda deyir, biz bilmirdik deyir, bu elm Allah üçün olmalıdır. Sonra deyir ki, əbə əl-ilmu. Elm deyir, bunu deyir, inkar etdi deyir. Bizim dildə desək, qəbul etmədi. Bacarmadı. Biz bacarmadıq ki, deyir, elmi deyir, Allahdan gerisi üçün öyrənək deyir. Fikir verirsiniz, subhanallah. Sonra deyir, niyyətlərimiz dəyişdi deyir. Ona görə ixlas məsələləri çox mühüm məsələlərdən, subhanallah. İxlas məsələləri mühüm məsələlərdəndir. Əməllər Allah üçün olsun. Niyyət Allah üçün olsun. Bu cür olanda, elhamdülillah, Allah bərəkət verir. Amma Allah üçün olmayanda əməllər bir müddət davam edir. Sonradan nə deyir? Allah qorusun. Bilirsən, insan ortada qırılır da. Onun fəsadları da Allah daha doğrusun verir. Sonra, barakallahu fikum, bundan da mühüm olan məsələ var. O da nədir? Günahlar. Siz elə fikirləşməyin ki, subhanallah, günahlar əbəs yerədir. Siz elə zənn eləməyin ki, günahlar boşu-boşuna gedir. Ola bilsin ki, o insanın niyyəti yaxşı olub, fikir verin. İbadətlər, itaətlər Allah üçün olub, doğrudan da. İxlas da olub orada. Lakin günahlar səbəb olub, Allah qorusun. Onun o qəlbini gəlb o yerə çatmağında. Allah qorusun. Vallahi. Bəzən, subhanallah, bu, belə deyək də, şübhələr məsələsi var. İnsanların qəlbinə şübhələrin girməsi. Bu, bir günə, 2 günə alınan şey olmur. Günah olur, yığılır. Səbəb olur da, bu günahlar səbəb olur. Günahlar o kadar olur ki, sonradan haqqı batildən, batili haqdan ayırt edə bilmirsən. Halalı haramdan, haramı halaldan ayırt edə bilmirsən. Ona görə günahlardan çox qorxmaq lazım, Allah qorusun. Günah olur, xüsusən də gizlidə olan günahlar, subhanallah. Vallahi bura fikir vermək lazım. Gizlidə olan günahlara xüsusi olaraq vaxt ayırmaq lazım. Bunun üçün, belə deyək də, vaxt ayırıb səcdələrdə vaxtımızı keçirməliyik. Allahım bizi qoru ya Rab. Dua etmək lazım, Allahım bizi qoru, gizlidə olanda günah eləməyin. İnsan günah eləyir, Allah qorusun. Sonradan da bu şeylər baş verir. Allah bizi qorusun qəlblərimizi. Allah'a çoxlu dua etmək. Bunu əzbəriyək, hə? Ya muqallibəl qulubi, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allah, qəlbimi dün üzərində sabit saxla. Gecə gündüz, kimsə dükanda olanda, kimsə işində olanda, kimsə elminin ardınca gələndə, kimsə hər bir şeylə məşğuldur. Allah hamıya yardım etsin. Hamı öz sahəsində nədir? Bu duanı eləsin. Ya muqallibəl qulubi, səbbit qalbi alə dinik. Bu duanı əzbəriyək. Barakallahu fikum.